20 avqust 2009-cu il. Bakı vaxtı ilə saat 23:00-dır. İlk dəfə Azərbaycan komandası UEFA turnirlərində play-off mərhələsinə çıxıb. Həm də ikisi birdən. Bakı həmin gün artıq öz meydanında Bazelə 3-1 hesabı ilə məğlub olub. Ümid Qarabağa qalıb. Ristrov moet oppassen, want ja, hier komt hij. Ja, daar is hij. Wat een domper en wat een geklungel achterin bij FC Twente. Vugar Nadirov is de doelpuntenmaker voor Karabağ Agdam. Qarabağın 17 nömrəsi Vugar Nadirov 8-ci dəqiqədə Hollandlılara şok yaşatdı. Amma təcrübəli Twente Douglas və Brian Ruiz'in 2 qolu ilə səfər öncəsi avantaj əldə elədi. Bakıdakı oyun da qolsuz bərabərliyi ilə başa çatandan sonra ümidlərimiz başqa bahara qaldı. Twente ilə qarşılaşmadan sonra Qarabağ 2 dəfə də qrup mərhələsinə adlamağa cəhd etdi. Bu dəfə play-off mərhələlərində almanlara Dortmund və Eintracht ilişdi. 21 avqust 2014-cü il. Bakı vaxtı ilə saat 21:00-dır. 4-cü cəhd. Yenə başa qayıdırıq. Bakıdakı qarşılaşmada rəqibindən üstün oyun nümayiş etdirən Qarabağ 0-0 bərabərliyi ilə inamlı yollanır. Sol janatda boşluqdur və yaxşı gördü sol janatdakı boşluğu. Ansiagoli sol janatdan hücuma qoşulur. Agoli incəl meydançasına ötürməsi, qapıya zərbə vurmaq lazımdır və gol! Qarabağ hesabı bərabərləşdirir. Muharrəmin qolu oyunun 51-ci dəqiqəsində Qarabağ hesabı bərabərləşdirir. 28 avqust 2014-cü il. Bizim vaxtla saat 23:36-da ekran qarşısındakı minlərlə azarkeş bir ağızdan şərhçi ilə həmrəy oldu. Qarabağ bu qolla həmin dövrün səfər qol qaydasına görə Neftçidən sonra Azərbaycan futbol tarixində ikinci, öz tarixində ilk dəfə Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. Beləliklə 51-ci dəqiqə və Qarabağ Hollandiyada hesabı bərabərləşdirir. 1-1. Qarabağ iki görüşü nəticəsinə əsasən Dinamo Kiyevi mübarizədən kənarlaşdırdı. 2-0 hesablı qələbə. 20 avqust 2026-cı il. Hər iki qarşılaşması Qarabağın Avrokubok tarixlərində ilkə çevrilən Twente ilə yenidən qarşılaşırıq. Kitabın ortasından başlamaq istəyirəm. Qarabağ bu dəfə də Twente-ni keçə biləcək, yoxsa 17 il öncə eyni gündə baş verən məyusluğu bu dəfə də yaşayacaq? Rəqibin hələlik Daktunayska Streda ilə oyunlarını kənara qoyaq. Çünki Slovak təmsilçisi Qarabağla müqayisə olunacaq gücdə deyil. Twente bu mövsüm Avrokuboklara Avroliqanın ikinci təsnifat mərhələsindən qatıldı. İlk oyunda öz meydanında Ferencvarosha 2-1 məğlub olandan sonra səfərdə də 54 dəqiqə azlıqda oynayan Macarların qapısına yalnız 82-ci dəqiqədə yol tapdı. 2-2 bərabərliyi ilə konferans liqasına düşdü. Ferencvarosha 2-1 məğlub olduğu ilk oyunda 69%, cavab oyununda isə 67% topa sahib olub. İlk oyundakı 18 zərbənin 7-si, ikincidə isə 21 zərbənin 4-ü qapıya gedib ki, bunlardan da birinci oyunda 3-ünü, ikincisində ikisini böyük şans kimi qiymətləndirmək olar. Qol gözləntisi isə 1,1 və 1,32 olub. Diqqət çəkən məqam odur ki, Twente hər iki oyunda çox ötürmə edib. Elə Hollandiya liqasında bu mövsüm keçirdikləri iki oyunda da həddindən artıq çox ötürmə veriblər. Yenə bütün keyfiyyətlərdə rəqiblərindən üstün olublar. Ümumiyyətlə Twente bu mövsüm keçirdiyi 6 oyunun hamısında topa rəqibindən daha çox sahib olub və rəqibindən az qala 2 dəfə çox ötürmələrlə yadda qalıb. Müqayisə üçün qeyd edeyim ki, Qarabağ da bu mövsüm keçirdiyi 7 oyunun hamısında bu keyfiyyətlərdə rəqiblərindən üstün olub. Amma bu dəfə daş qayaya rast gəlib. Üstəlik bu dəfə Qarabağın heyətində zədəli olan Savonun yanına Elvin Cəfərquliyev də qoşulub. Ronaldo Sefasın isə oynayıb oynamayacağı hələ ki bəlli deyil. Zubir də satılandan sonra Qurban Qurbanovun əlində heyət qurmaq üçün demək olar ki oyuncu qalmayıb. Hücumun mərkəzində Savonun yoxluğunda görməyə öyrəşdiyimiz Kaşuk və Musa Qurbanlı var. Yeri gəlmişkən Kaşukun da ayağı açılıb, son 2 oyunda qol dayaqda qalıb. Əgər Sefas bu oyunda oynaya bilməzsə, sol cinahda kimin oynayacağı böyük sual altındadır. Sağda isə yalnız Joel Muaddib qalıb. Hücuma meyilli yarım müdafiəçi mövqeyində Kadi və Montiel var. Qurban Qurbanov maksimum bu oyunçuların meydanda yerini dəyişə bilər. Uzun sözün qısası, çevir tatı, vur tatı. Yarım müdafiənin arxasında Yankovic ilə Pedro Bron eləyib. Müdafiədə də Qarabağın elə də alternativləri yoxdur. Bəhlul hələ zədəsini tam sağaltmadığı üçün ehtimal qalır Bədavi ilə Varkoniyə. Əgər Qurbanov yenə Silvanı müdafiənin mərkəzinə çəkib, sağda Makriskisi oynatması.
Əslində bu da Qarabağ üçün çıxış yolu deyil. Bədavinin Dinamo Kiyev ilə cavab oyununda göstərdiyi zəif performansdan sonra düşünməyə dəyər. Amma Kiyev ilə ilk oyunda da cinahda Silvanın yeri görsənirdi. Elvinin yoxluğunu Bruno Langa dolduracaq, amma bu oyuncudan nə qədər razıyıq demək çətindir. Yaxşı, bəs bu Qarabağ Twente-ni keçə biləcək? Qısa cavab istəyirsinizsə məncə yox. Bəs keçmək üçün nə lazımdır? Ya Vüqar Nadirovu təzədən futbola qaytarırıq, ya gedib Muharremi hardansa tapıb geri gətiririk, ya da ki oyunda maksimum tempi aşağı salıb rəqibin zəif tərəflərindən yararlanmağa çalışırıq. Bəs bu Twente'nin zəif tərəfləri nədir? Gəlin elə buraxdığı qollar üzərindən baxaq. Bizə bədbəxt Ten Hagı göstərirlər və dərhal komanda olmayan qol vəziyyətindən top buraxır. Rəqib 3 nəfərlə pressinqə çıxarkən qapıcı Unnerstal çox riskli şəkildə müdafiəçi Properə ötürməsini verir və topu itirən kimi qol buraxırlar. Bu fərdi səhvdən buraxılan bir qoldur. Twente'nin son oyununda Zvolle ilə oyunda buraxdığı topdur. Biraz daha geriyə gedək. Bu isə Daktunayska Streda ilə cavab oyunudur. Düzdür, ümumi hesab artıq 8-0 idi, amma adi bir epizoddan divar paslaşmasından sonra cinahdan yerlə verilən ötürməklə rəqib ilk qolunu vurur. Bu əslində bizim Qarabağda gördüyümüz qol epizodlarındandır. Keçən mövsüm Qarabağ xüsusilə Eintrachtla oyunda cinahdan buna bənzər ötürmələrlə qol vururdu. Burada isə komanda standart vəziyyətdən top buraxır. Kifayət qədər hündürboy oyunçuları olsa da, nisbətən boyu biraz balaca 1.74 olan Matias Kiolonun üzərindən rəqib oyunçu tullanaraq hesabı bərabərləşdirir. Bu isə daha maraqlı qoldur və məncə Qarabağ üçün bu epizod heç olmasa bir dəfə də olsa yaranacaq. Fikir verin, Twente 10 nəfərlə rəqibin cərimə meydançasındadır və arxa tamamilə boş qalıb bir ötürmə ilə Azərbaycan liqasından da yaxşı tanıdığımız Prince Ovusu komandasını hesabda önə çıxarır. Sizi biraz da geriyə aparıram. Bu mövsüm Hollandiya liqasında Twente'nin ilk oyunudur və rəqib Heerenveendir. Hücum zamanı fikir verin, oyunçu əlini qaldırıb topu istəyir və Twente'nin heç bir oyunçusu onu görmür. Tamamilə boş qalıb. Top rəqib oyunçuya gələndə də Van Rooyen hələ onu tutmamaq az deyilmiş kimi önündə də özünü itirir və rəqib hesabda önə çıxır. Bu da hələlik son oyunumuz olsun. Epizodlar çoxdur, amma artıq rəqibə qarşı bizdə bir fikir yaranır. Yenə Van Rooy tutmalı olduğu oyunçunu boş buraxır və bu dəfə Ferencvaroş fərqlənir. Burada da Van Rooy öndə qalıb, mərkəz müdafiəçisi Lemkin sağ cinaha çəkilir, amma qarşısını ala bilmir. Və Dakla oyundakı kimi yerlə cərimə meydançasına ötürmədən hesab bərabərləşir. Mənim buradan başa düşdüyüm odur ki, Qarabağın 2 cür qol vurmaq şansı var. Biri artıq var idi oldu. Təzəcə Zubir Elvin tandemi əvvəlki günlərinə qayıdırdı ki, biri getdi, o biri zədələndi. Twente'nin sağ cinahındakı boşluqlardan istifadə etməyə, xüsusilə cinahdan cərimə meydançasına yerlə ötürmələr etməyə Langa ilə əgər oynasa Sefas qalıb. İkisinin də sürəti yaxşıdır, söz yox. Amma oyun zəkalarında problem var. Onda keçirik ikinci plana. Twente çox topla oynamağı sevən, qısa ötürmələrlə hücum quran komandadır. Belə olanda müdafiə xətti də kifayət qədər önə gələ bilir. Ovusu kimi sürət yığıb təkbətəkə qaça biləcək oyuncu məncə hücumun mərkəzində Kaşuk yox, Sefas ola bilər. Amma məsələ budur ki, Sefasın bitiriciliyi buna bəs eləyəcək, yoxsa yox. Twente'nin güclü tərəflərindən danışmağın önəmi varmı? Ən vacibi fiziki üstünlüyüdür. Boy ortalamaları çoxdur. Əsas tanıdığımız oyunculardan Vegost var. Onun da başla zərbələri ən təhlükəli silahıdır. Amma Heerenveenlə oyunda bundan çox da yararlı istifadə edə bilməmişdi. Yenə qayıtmaq istəyirəm Qarabağa. Gəlin hər şeyi kənara qoyub açıq danışaq. Komandanın bu mövsüm transfer siyasəti fiaskodur. Ona görə yox ki, alınan bütün oyunçular fərsizdir. Mən Zlomlislici də, Varkonini də, Muaddibi də bəyənirəm. Hətta Lobato ilə Savonu da nisbətən. Məsələ düzgün transfer planlamasının aparılmamasıdır. Medina getdi deyə yerinə bir mərkəz müdafiəçisi alıb bununla yetindilər. Nə var yazıq Bəhlulla Medina keçən mövsüm qış-yay demədən oynayırdı. O da axırda Bəhlul zədələndi. Özdə zədə də indi deyil ha. Bilinirdi ki, mövsümün Avrokubok müqəddəratını həll eləyəcək təsnifat oyunlarında oyuncudan istifadə etmək olmayacaq. Yerdə qalırdı Bədavi, o da bir günə yaşlanmadı ki. Nə qədər can qoysa da, fiziki olaraq hər keçən mövsüm geriyə gedəcəyi aydın məsələdir. Silvanı mərkəzə çəkmək də həll yolu deyil. Cinahdakı üstünlüyündən məhrum qalmaq komandaya mənfi təsir edən məcburiyyətdir. Zarafatla bron eləyib dediyimiz yarım müdafiəçilər də Allah amanını oynayır. Bir zədə ilə yerləri boş qalacaq. Hələ bu Qarabağın abırlı mövqeləridir. Cinah və hücumdan danışmağa dəyməz. Məni düzgün başa düşün. Komanda mövsüm ərzində uğur qazanırsa, bunu baş məşqçi və oyunçular sayəsində edir. Digər funksionerlərin futbol ili ərzində 2 dəfə işi olur. Yay və qış transfer pəncərəsində oyunçu almaq. Bunu da illərlə eləməyib, eləyəndə də plansız eləyəndən sonra Qurbanov bu sözləri desə lap yeridir. Tutalım əsrimizin Həzrəti İsası mənəm. Bu soxa-soxda nə möcüzə icad edeyim? Əgər işdir, Qarabağ bu dəfə də mərhələni keçsə, gecə olmadan Ağdamda yeni tikilən stadionun qarşısına mütləq Qurban müəllimin heykəlini qoymaq lazımdır.